Ölkənin dayanıqlı inkişafı, iqtisadi artımı təmin etməklə yanaşı, cəmiyyətin mənəvi dayaqlarının qorunmasını, sosial ədalətin təmin edilməsini və insan kapitalının davamlı inkişafını özündə ehtiva edir. Azərbaycan üçün bu inkişaf modelinin mərkəzində isə ailə institutu dayanır. Ailə, cəmiyyətin təməl sütunu, milli mənəvi dəyərlərin daşıyıcısı və gələcəyin formalaşdığı ən mühüm sosial mühitdir. Nəsillər arasında bağları qoruyan, dəyərləri ötürən, kimliyimizi yaşadan məhz ailə institutudur. Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri ilə ən nümunəvi sosial təsisatlardan biri olmuşdur. Lakin qloballaşma, sürətli sosial transformasiyalar və xarici təsirlər ailə modelinə yeni çağırışlar gətirir. Bu şəraitdə dövlət siyasəti ailənin möhkəmləndirilməsini, onun qorunmasını və inkişafını prioritet istiqamət kimi müəyyən edir. Dövlət tərəfindən ailə dəyərlərinin qorunması, sosial rifahın yüksəldilməsi, az təminatlı ailələrə dəstəyin gücləndirilməsi, çoxuşaqlı ailələrin sosial müdafiəsinin artırılması, həmçinin qadın və uşaq hüquqlarının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə vurğulandığı kimi, güclü dövlətin əsası məhz sağlam və möhkəm ailədən başlayır. Bu məqsədlə sosial proqramlar, qanunvericilik təşəbbüsləri və institusional islahatlar ailə institutunun daha da möhkəmləndirilməsinə xidmət edərək dayanıqlı inkişafın əsas dayaqlarından birini təşkil edir. Ailənin dayanıqlığının təmin olunmasında emosional sağlamlıq mühüm rol oynayır. Sağlam psixoloji mühitdə böyüyən uşaqlar sabahın sağlam cəmiyyətinin təməlidir. Uşaqların psixi sağlamlığının qorunması, ailə daxili münasibətlərin harmoniyası bu baxımdan xüsusi diqqət tələb eləyir. Rəqəmsal texnologiyaların sürətli inkişafı da ailə anlayışına yeni çalarlar gətirir. Sosial media ailə daxili münasibətləri dəyişir, yeni ünsiyyət formaları yaradır. Bu transformasiya həm geniş imkanlar, həm də risklər yaratdığı üçün əsas məsələ texnologiyanı məqsədyönlü şəkildə idarə eləmək, onun imkanlarından düzgün istifadə eləməkdir. Qlobal dünyada dayanıqlı və inklüziv cəmiyyətin qurulmasında qadınların rolunu xüsusi vurğulamaq lazımdır. Azərbaycan qadını tarix boyu həm ailənin dayağı, həm də cəmiyyətin fəal və məsuliyyətli üzvü olmuşdur. O, milli mənəvi dəyərlərin qorunmasında, nəsillərin yetişdirilməsində və ictimai sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bugünsə qadınların rolu yeni mərhələyə qədəm qoyur. Onlar dövlət idarəçiliyində, qərarvermə proseslərində, iqtisadiyyatın müxtəlif sahələrində, təhsil və elmdə, eləcə də ictimai və siyasi həyatda fəal şəkildə təmsil olunurlar. Sahibkarlıq fəaliyyətində qadınların artan rolu, innovativ təşəbbüslərdə iştirakı iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlığına öz təsirini göstərir. Qadınların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti onların sosial və iqtisadi müstəqilliyini gücləndirir, gender bərabərliyinin təmin olunmasına töhfə verir. Bərabər imkanlar və inklüzivlik dayanıqlı inkişafın əsas prinsiplərindən. Hər bir vətəndaşın sosial vəziyyətindən, yaşından və ya cinsindən asılı olmayaraq öz potensialını reallaşdırmaq imkanı olmalıdır. Bu, ədalətli və güclü cəmiyyətin əsasını təşkil edir. Bu istiqamətdə təhsilə bərabər çıxış imkanları xüsusi rol oynayır. Keyfiyyətli və əlçatan təhsil insan kapitalının inkişafını təmin eləyir, ölkənin gələcək iqtisadi və sosial inkişafına təkan verir. Rəqəmsal bacarıqların inkişafı bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Gələcəyin əmək bazarında uğur qazanmaq üçün texnoloji biliklər əsas şərtlərdən biridir. Eyni zamanda rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi aktual məsələlərdəndir. İnternet və süni intellekt texnologiyaları geniş imkanlar yaratmaqla yanaşı, müəyyən risklər də doğurur. Bu səbəbdən rəqəmsal təhlükəsizliyin təmin olunması, maarifləndirmə və qoruyucu mexanizmlərin gücləndirilməsi vacibdir. Uşaqların rifahı hər bir dövlətin ən ali prioritetlərindən biridir. Sağlamlıq xidmətlərinə,
keyfiyyətli və inklüziv təhsilə, eləcə də sosial müdafiə sisteminə çıxış hər bir uşağın fundamental hüququdur və bu hüquqların təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda uşaqların hərtərəfli inkişafı məqsədi ilə həyata keçirilən proqramlar onların fiziki, psixoloji və sosial rifahının qorunmasına yönəlir. Bununla yanaşı, sosial həssas qruplara aid uşaqların müdafiəsi, onların cəmiyyətə inteqrasiyası və bərabər imkanlarla təmin olunması xüsusi diqqət mərkəzində saxlanılır. Bu yanaşma hər bir uşağın özünü dəyərli hiss etməsinə, cəmiyyətin fəal üzvünə çevrilməsinə şərait yaradır. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və ixtisaslaşmış yanaşmalar uşaqların ədalət sistemində daha həssas və qorunan subyekt kimi çıxış etməsinə xidmət edir. Zorakılıq, istismar və laqeydlik hallarının qarşısının alınması, belə hallarla üzləşmiş uşaqların müdafiəsi və reabilitasiyası hüquqi sistemin əsas prioritetlərindəndir. Uşaqların cəmiyyət həyatında iştirakı onların inkişafının vacib hissəsidir. Onların fikirlərinin dinlənilməsi, qərarların qəbulunda onların iştirakının təşviqi gələcəyin aktiv, məsuliyyətli vətəndaşlarının yetişməsinə şərait yaradır. Dayanıqlı inkişaf bugünün və gələcəyin məsuliyyətidir. Bu, güclü ailə, səlahiyyətli qadın və sağlam, xoşbəxt uşaqlar deməkdir. Bu, Azərbaycanın davamlı və dayanıqlı gələcəyidir.